Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bəzən həyatda elə insanlar olur ki, daim başqalarına kömək edir. Ətrafındakilərin qayğısına qalır, ailəsi və dostları üçün əlindən gələni əsirgəmir. Onlar vicdanlı, mərhəmətli və səmimi olsalar da, etdikləri yaxşılıqların qarşılığını hər zaman istədikləri şəkildə ala bilmirlər. Xalq arasında belə insanlar haqqında çörəyinin duzu yoxdur ifadəsi işlədilir. Bu ifadə onların bəxtsiz və ya uğursuz olduğunu deyil. Daha çox çəkdikləri zəhmətin və göstərdikləri fədakarlığın dəyərinin gec bilindiyini ifadə edir. Astrologiyaya görə bəzi bürclər məhz bu xüsusiyyətləri ilə seçilirlər. Gəlin, yaxşılıqlarının qarşılığını bəzən gec alan həmin 5 bürcə birlikdə nəzər salaq. Birinci yerdə xərçəng bürcü gəlir. Xərçəng bürcü ailə dəyərlərinə ən çox önəm verən bürclərdən biridir. Onlar sevdikləri insanların xoşbəxtliyi üçün öz rahatlıqlarından belə keçə bilirlər. Xərçənglər yaxınlarının problemlərini öz problemləri kimi qəbul edir və hər zaman kömək etməyə çalışırlar. Çox vaxt öz hisslərini gizlədərək başqalarının qayğıları ilə məşğul olurlar. Lakin bəzən onların bu fədakarlığı adi bir hal kimi qəbul edilir və göstərdikləri zəhmət lazımınca qiymətləndirilir. Buna baxmayaraq xərçəng bürcü insanları yaxşılıq etməkdən vaz keçmirlər. İkinci bürc qız bürcüdür. Qızlar çalışqanlıqları, məsuliyyət hissləri və nizam-intizamları ilə tanınırlar. Onlar hər işi ən yaxşı şəkildə görməyə çalışır. Xırda detallara belə diqqət yetirirlər. Ətrafdakılara yardım etməyi sevən qız bürcü insanları çox zaman öz ehtiyaclarını ikinci plana keçirirlər. Onların gördüyü işlər bəzən o qədər səssiz və təmkinli olur ki, insanlar bunun arxasında nə qədər zəhmət dayandığını fərq etmirlər. Nəticədə qız bürcünün çəkdiyi əziyyətlər çox vaxt lazım olan dəyəri görür. Üçüncü sırada balıqlar bürcü yer alır. Balıqlar bürcü zərif qəlbli və emosional xarakterə sahib insanlardır. Onlar başqalarının dərdini hiss edə bilir və kömək etmək üçün əlindən gələni edirlər. Balıqların ən böyük xüsusiyyətlərindən biri insanlara qarşı sonsuz anlayış göstərmələridir. Lakin həddindən artıq yaxşı niyyətli olduqları üçün bəzən sui-istifadə ilə qarşılaşırlar. Buna baxmayaraq, onlar yenə də insanlara dəstək olmağa davam edir və yaxşılıq etmək həyat prinsipi hesab edirlər. Dördüncü yerdə buğa bürcü dayanır. O bürcü səbirli, etibarlı və zəhmətkeş insanlardan hesab olunur. Qarşılarına məqsəd qoyduqları zaman sona qədər mübarizə aparırlar. Onlar həm ailələrinə, həm də dostlarına qarşı olduqca sadiq olurlar. Buğalar verdikləri sözü əməl etməyə çalışır və etibarlı insan kimi tanınırlar. Lakin həyatın bəzi dövrlərində onların sədaqəti və zəhməti lazımi qiymətə alınır. Buna baxmayaraq, buğa bürcü insanları öz prinsiplərindən vaz keçmir və yoluna davam edir. Beşinci bürc isə oğlaqdır. Oğlaqlar əzmkar, məqsədyönlü və məsuliyyətli insanlardır. Onlar uğur qazanmaq üçün uzun müddət yorulmadan çalışa bilirlər. Ailələri və yaxınları üçün böyük fədakarlıqlar göstərən oğlaq bürcü insanları çox vaxt öz arzularını təxirə salırlar. Onlar nəticəni dərhal əldə etməsələr də səbirli davranmağa üstünlük verirlər. Bəzən əziyyətlərinin qarşılığını gec alsalar da sonda zəhmətlərinin bəhrəsini görməyi bacarırlar.